Zariyat surəsindən. Allah buyurur ki, mən cinləri və insanları mənə ibadət üçün yaratmışam. Baxsın bu ayəyə görərsən ki, son hədəf, qayə nədir? İnsan yaradılışından ibadət. Yəni, mən namaz qıldım, oruç tutdum, çatdım hədəfə? Deyir, çatmadın hədəfə. Nə vaxtı hədəfə çatıram? Hə, bu ibadət, etdiyim ibadət məni kamilliyə aparanda. Etdiyim ibadət məni yəqinə çatdıranda, etdiyim ibadət məni liqaullaha, Allaha yetişdirəndə, onda olur hədəfə çatıram, onda qayəyə yetişirəm, məqsədə çatıram. Deyir, bəs onda Allah mən niyə deyir ki, ibadət üçün yaratmışam? Deyir, ibadət o hədəfə vasitə olduğuna görə. Çünki yol odur, o aparır səni kamilliyə. Allaha bəndəçilik insanı rububiyyətə çatdırır. Ona görə Allah burada, ona görə İmam Sadiqdən soruşdular ki, nə deməkdir mən cinləri və insanları mənə ibadət üçün yaratdım? Dedi, məni tanımaq üçün yaratdım. Bəs niyə Allah demədi, liya'rifun dedi, liya'budun? Elə Allah deyəkdə məni tanımaq üçün. Deyir, yox, Allahın hədəf, bilir, insan hədəfi mərifətullahdır. Allah tanımaq da hədəf. Amma o hədəfə insan ubudiyyətlə gedir, bəndəçiliklə gedir, Allaha ibadətlə, ona görə Allah onu deyir.